insan xoşbaxt ola bilir insanla. Mağarada da xoşbaxt ola bilər. Amma o ev çılçıraqla yansa, o robotlar o evi süpürsə belə, orada iki bir-birini sevən adam yoxdursa, orada xoşbaxtlıq yoxdur. Bir-birini istisna edən şeylər deyil. Səadət, robot süpürsünün, iki insanda bir-birini amma sevsin. Ən gözəli. olsun, inkar o dizayndır. Biz mağarada da bu verilişi çəkə bilərdik, belə dizaynda da çəkə bilərdik. Bu kontentin qiyməti bizim ünsiyyətimizdədir. İnsani məzmundadır, insanın xoşbaxtlığı. Qərb isə hədəfi yayındırır. Deyib ki, mən sənə mükəmməl alətlər verəcəm. Oxumusunuz Bu Anderson. mükəmməl alətlərin verilməsi o demək deyil ki, sən kamil olmaq istəməyəcəksən. Bir dəqiqə. Ol da. Oxumusunuz Andersonu. Onun bir nağıllarını? nağılları var. O bir nağılı var. Şahzadə və donuz otağı. Orada bir donuz bir oğlan şahzadə gəlir bir padşahın qızını istəyir. O qız da texniki oyuncaqlara alüdədir. Bunun eşqini rədd edir. Ona qızıl gül gətirir. Bu deyir, sən adi qızıl gül gətirmisən təbii. Mən elə bildim almazdandır. Deyir, o təbiidir mənim eşqim kimi. Bu bunu qəbul eləməyincə gedir donuz otaran paltarı geyinir və gətirir buna cürbəcür texniki oyuncaqlar verir. İndiki smartfonlar kimi. Məsələn, filan yerdə, filan kəsin evində nə xörək pişir, onun qoxusu gəlir orada. Belə bir nağıldır. Çox hikmətli nağıldır. Və o qız o əşyanı almaq üçün əvvəlcə 20 öpüş, sonra 100 öpüş verməyə hazır olur. Faktiki olaraq sondan sonra padşah gəlir, görür bunları, ikisini də qovur. Qovandan sonra qız deyir ki, sən şahzadə imişsən, indi al məni. O da deyir ki, mən bu əşyadan ötürü donuz otaranla öpüşən qızı almaram. Müasir sivilizasiya bu əşyalara o qədər aludə olub ki, bu texniki əşya. Bunu Anderson o vaxt buyurdu. Bu çox yanlış bir yol, hədəf itiribdir. Hədəf insandır. Siz düşünürsünüz ki, bu robot süpürgələr olmayan 11-ci əsrdə insan xoşbaxt deyil. O demək deyil ki, biz... Elə xoşbaxt olub ki o. O vaxt